Uşaq və yeniyetmə vaxtı həkim olmaq istədiyiniz anı necə xatırlayırsınız? Bugünkü siz, o uşaq mən həkim olacağam deyəndə nə hiss eləyirdi və ona nə cavab verərdiniz? İndi hiss etdikləriniz qürur hissidirmi, yoxsa peşmançılıq? Baxın, bir qədər biraz sual elədir ki, biraz ailəyə toxunacaq bir sualdır. Mənim rəhmətli anam, Allah hamını ölənlərlə rəhmət eləsin, öddaş xəstəliyi var idi. Öddaş xəstəliyində vaxtaşır bunun tutmaları olur. Yəni ki, sancıları olur. Öddaş tutması deyirik, öddaş sancısı deyirik. Və bu da gecə gündüzə baxmazdı, hər zaman tutardı. Və bizim kəndimizin də həkimi, Vaqif Qələndərin atası Məhərrəm həkimi idi. İndi Allah canını sağ eləsin, burada da Bakıda yaşayır. Gecə saat 3 olardı, 2 olardı, 4-də nə vaxt pristo tutsa, telefonla zəng elərdi. O kişi vardı, ya bir skor pomuşları var idi, ondan gələrdi, ya əlinə bir ağac alardı. O qarı yara gələrdi, yardımını göstərərdi, gedərdi. Həkimlik sənətinə məndə bax o zamandan bir belə də istək yarandı, arzu yarandı və son qərarımı 9-cu sinifdə verdim. Mən riyaziyyat fənnini çox yaxşı bilmişəm, çox yüksək səviyyədə. Mənim 10 il məktəbdə, 10 illik məktəbi qutarana qədər bir dənə 4-üm 10 il. Riyaziyyatı çox yüksək səviyyədə vermişəm. Fizikanı, o cümlədən kimyadan. Kimyadan 9-cu sinifdə artıq qərarım verdim ki, tibbə gedəcəm. Biraz uzun olacaq danışsam. Biz 4 nəfər bir sinifdə 4 nəfər əlaçı oxuyurduq. Üçümüz gəldik 8-ci sinifdən sonra Bakıya gəldik. Fizika riyaziyyat təmayüllü məktəbə. Ora qəbul olduq. Sonra orada da ödənişli idi. Onda da mənim ailəmizdən də 2 nəfər də artıq ali məktəbdə oxuyurdu. O ödənişi etmək imkanına malik olmadıq. O maddi imkana. O görə mən geri qaydası oldum və düşündüm ki, mən artıq onlar səviyyəsində fizika riyaziyyatı oxuya bilməyəcəm. Orada təmayüllü məktəbdə, onlarda saatlar da çoxdur o istiqamətdə. Ondan sonra konkret olaraq kimya, biologiya və fizika bu fənlərin üstünə getdim və 10-cu sinifdə mən Ermənistanda kimya üzrə Respublika Olimpiyadasının 2-ci dərəcəli diplomunu aldım. Biraz təvəzzökardan uzaq çıxdı. Ermənilərin arasında 2-ci dərəcəli diplom, Respublika Olimpiyadasının 2-ci dərəcəli diplomunu aldıq. Və tibb universitetində imtahanlarda çox rahat şəkildə verdim, keçdim. Və istək dediyim kimi, hələ o uşaqlıqdan bizim hamımızın belə deyək, bizim kəndimizdən, həmin Qərbi Azərbaycan göçələri çoxdur həkim. Biz o gün oturduq, baxdıq, təxminən bir 60-70 arasında bir kənddən həkimimiz var. Hamımızın da ağsaqqalımız, hamımızın da örnəyimiz Məhərrəm doktor oldu. Biz həkim düşünəndə, həkim necə olmalı düşünəndə gözümüzün qarşısına Məhərrəm doktoru gətiririk ki, Məhərrəm həkim kimi həkim olmaq lazımdır. Oğlu Vaqif Qələndəri yəqin ki, tanımamış olmaz.